verilişlərdə gələn o qlobal suala keçidik. Və mən də verirəm. Taekvondonu buraxmağına səbəb nə idi? Verilində çaxnaşma yaşandı. Bəs məşqçinlə əlaqən qalırmı? Yaşım biraz böyüdükcə və o insandan uzaqlaşdıqca mən artıq özümü tapmağa başladım. Sən hazır eləyirsən qalası. Tutu, ringdə elə bir an olubmu ki, demirsən ki, mənim burada nə işim var, evdə yemək bişirərdim. Elə bir an olub ki, demişəm ki, mən artıq son nəfəsimi verirəm. İdman karyeranda ailənin dəstəyi sənə necədir? Etiraf edeyim ki, ilk dəfə də etiraf edirəm bunu. Vaxt olub ki, işimə yoxlatdıqdan siləcəyik sonra. Bugün sizi Walkers House-dan salamlayırıq. Bugün mənim qonağım Savad idman növü ilə məşğul olan dünya ikincisi Tutu İsmayılovadır. Mən də izləyiciləri sizi salamlayıram. Çox sağ ol, dəvətliyə görə təşəkkür edirəm. Xoşdur səni burada görmək, çünki mən səni kiçik yaşlarından tanıyıram və bugün birlikdə podkast bölümü çəkirik səninlə. Tutu, Savad idman növünü seçməyinin səbəbi nə oldu? Beləliklə çox belə anidən oldu. Əslində mənim məsələm, mən əvvəl taekwondo ilə məşğul olmuşam və taekwondo bəzi məsələlərə görə uzaqlaşmalı oldum. Həmin taekwondo ilə məşğul olduğum dövrdə də mən bir Savad idman növünə Azərbaycan daxili bir yarış turnir vuruşmuşdum. Həmin turnirdə Rafiq Əliyev, Savad Federasiyasının prezidenti məni görmüşdü və bəyənmişdi. Demişdi ki, səni milli komandaya dəvət edəcəyik. Elə mən üçün də bir bəhanə oldu ki, taekwondonu buraxdıqdan sonra artıq düşündüm ki, yəni dəyişməyin vaxtıdır, müəyyən bir dəyişiklik eləmək lazımdır. Müraciət elədim və dedilər ki, buyur gəl. Savad idman növü ilə məşğul olmaq sənə həyatda hansı güc qazandırdı? Ən başda, ən birinci demək istəyirəm ki, mənim üçün çox disiplinli, mədəni, ədəbli, söz nəsməsində bir ailə qazandırdı, bir komanda qazandırdı və eyni zamanda da onlardan mənə gələn bir dəstək ruhu var ki, mən elə yarış olub ki, mən o yarışda tək vuruşmuşam, tək xanım idmançı olaraq milli komandanı təmsil eləmişəm və onlar mənə çox güclü motivasiya dəstək veriblər. Yığma komandanın tək qızı olmaq necə hissdir? Çox əslində gözəl bir hissdir, qürur verici bir hissdir, amma eyni zamanda çətindir, çünki yüklər çox üstündə olur, tək təmsil edirsən. Hətta məsələn mən dünya oyunlarını ümumiyyətlə kişilərdən də heç bir idmançı yox idi, mən tək təmsil edirdim. Hətta mənim ilk o qədər böyük bir yarış olmaydı. Yəni çətindir, amma eyni zamanda çox qürur verici və şərəfli bir hissdir. Bu idman növünə başlamağına belə başa düşürəm ki, peşman deyilsən. Yox, deyiləm. Əla. Əsas budur. Studiyamıza mamamdan zəng var. Sağ olsun. Tamam. Azərbaycanda Savad idman növünə maraq varmı? Savad idman növü Azərbaycanda artıq 9 ildir fəaliyyət göstərir. Deyərdim ki, sırf idman növünə görə yox, bu idman növündə elə bir kollektiv var ki, elə bir mədəniyyət, ədəb, Savad idman növünün döyüşün özünün bir səliqəsi olduğuna görə, yəni sırf kollektivə görə gəlmək istəyənlər çoxdur. Yəni çox maraq göstərilir, amma təbii ki də bizim federasiya rəhbərimiz bizim növrəmizi elə qoyub ki, elə qurub ki, yəni bizə gələn insanları seçib götürürük, seçib qəbul edirik içimizə. Əla. Bəs ilk dəfə bu idman növünü eşidən izləyicilərə Savadı necə izah edərdin? Belə deyim də, izah edirəm ki, fransız boksudur, yəni fransızların ata idman növüdür və çox adam kickboksa bənzəyir deyə kickboks deyə düşünür. Sadəcə bizdə zərbələrin vuruluş qaydası biraz fərqlidir və bizdə Savad sözünün mənası başmaq deməkdir. Yəni Savadın özünə məxsus ayaq geyimi var, başlıqqa geyimi var və onun uc hissəsi, pəncə hissəsi çox fərqli olur. Yəni bizi kickboksdan fərqləndirən və bizim idman növünü kickboksdan daha da çətinləşdirən yanı da budur. Və bizdə belə deyim, səliqəyə, necə deyərlər, disiplinə döyüşdə də çox önəm verilir. Azərbaycanda bu idman növünün gələcəyini necə görürsən? Yaxşı inkişaf eləyəcəkmi? Məncə çox yaxşı inkişaf edəcək, çünki Gənclər və İdman Nazirliyi tərəfindən çox böyük bir maraq var və Rafiq müəllim də idman növünün də federasiyanı irəliləmək üçün əlindən gələni edir. Qadın idmançı olaraq belə deyim, Savadla məşğul olanda hansı problemlərlə qarşılaşmısan, hansı çətinliklərlə qarşılaşmısan? Hər bir idmançı yaşadığı çətinlik olaraq təbii ki, maliyyə problemi və zədələr. Bir də məşqçi ilə aramızda anlaşılmamazlıqlar, hansısa idmançı ilə istər-istəməz olur, yarışa hazırlıq dövründə biraz çox
stres keçirdirsən, çox üstündə bir məsuliyyət olur. Bəzi anlaşmamazlıq, sözümüz üst-üstə gəlmir falan. Bu cür çətinliklərlə yaşayırıq. Federasiya tərəfindən tam dəstək varmı? Məsəl üçün fizioterapevt, psixoloq, hüquqşünas. Tək federasiya tərəfindən deyil bu. Deyərdim ki, Gənclər və İdman Nazirliyinin dəstəyi var buradakı. Biz reabilitasiya institutunda, yəni tam olaraq, yəni bütün reabilitasiya prosedurlarından istifadə edə bilirik. Gənc qızlara nə tövsiyə edirsən ki, idmana daha çox cəlb olsunlar? Birinci növbədə özünü müdafiəni öyrənin. Əsas məsələ. Əsas məsələ odur ki, heç kimi özünüzü əzdirməyin. Və belə deyim də, şərt deyil ki, bütün qadınlar idmanla məşğul olmalıdır. Sadəcə həvəsiniz varsa, bu həvəsi kimsə qırmağına icazə verməyin. İstəyinizin ardından həmişə gedin. Mən bu sözü həmişə demişəm. Yəni arzuları saxlamaq lazımdır, onu gerçəkləşdirmək lazımdır. Bölümün əvvəlində qeyd elədin ki, əvvəl taekwondo ilə məşğul olmusan. Bəs taekwondonu buraxmağına səbəb nə idi? Bütün verilişlərdə gələn o qlobal sualı keçirik. Və mən də verdim qlobal sualı. Taekwondo buraxmama səbəb məşqçi ilə aramızda anlaşılmazlıqlar yarandı. Yola gedə bilmədik, belə deyim də. Və mənim üçün artıq gördüm ki, yaşımın da çox pis dönəmi idi və mən qəbul edə bilmirdim bəzi şeyləri. Düşündüm ki, artıq uzaqlaşmağın, biraz məsafə qoymağın zamanıdır. Ən son Respublika çempionatı oldu və o yarışa hazırlıq dönəmində mənim məşqçi ilə aramda çox çaxnaşma yaşandı. Hətta çəki vaxtı, çəki günü. Ondan sonra artıq mən dedim ki, yəni yox, buraxmalıyam, biraz uzaqlaşmaq lazımdır. Dediyim kimi, yaşımı da çox yeniyetməyə inkişaf edən vaxtım idi deyə artıq qəbul edilmirdim, söz götürmürdüm, bilmirəm belə deyərdim. Ondan sonra düşündüm ki, artıq uzaqlaşmağın, buraxmağın zamanıdır və bununla da uzaqlaşdım. Bu problemlərlə qarşılaşan insanlara, idmançılara nə tövsiyə edirsən? Nə etsinlər? Bəzən deyirlər ki, düzgün məşqçi seçməlisən, yaxud nə bilim. Yəni biz insanı ilk görüşdən tanıya bilmirik. Təbii ki. Zaman biz görürük ki, bu insanın içindəki, daxilindəki nədir, yaxud da ki, o insanın həyatında elə bir dəyişikliklər baş verir ki, artıq insan özü dəyişməyə başlayır. Və düşünürəm ki, o sözə heç kim önəm göstərməsin. Yəni, sən məni günahlandırırlar ki, sən düzgün məşqçi seçməlisən, düzgün məşqçi seçsəydin belə olmazdı. Amma bu mənim günahım deyil və mənim yaşımın az bir vaxtı idi. Mən nə bilərdim ki, heç insan, bilmən 6 yaşımda başlamışam idmana, taekwondoya. Yəni, mən nə bilərdim ki, bu məşqçi yaxşı məşqçi olacaq, pis məşqçi olacaq. Yəni, bu məşqçinin xasiyyətli xarakteri nə bilə bilərdim ki, düzgün yaxud yanlış olduğunu seçə bilərdim də. Zaman artıq gördüm, tanıdım. Və insanın deyirə səbir kasasında olan bir zamanı olur. Artıq hər şey üst-üstə gəldi. Dedim ki, yox da, yəni mən orada dəyişməliyim. Yəni ona görə demək istəyirəm ki, əgər bu yolda ağılmırsa, demək ki, siz o yolu dəyişməlisiniz. Yönü dəyişməlisiniz. Yəni əlbəttə ki, var, düzgün bir yolu var, düzgün bir seçimi vardır. Sadəcə o seçimi tapmaq lazımdır və o seçimə gələnə qədər müəyyən çətinliklər yaşayır. Necə ki, mən məsələn bugünkü gün bu yerə gəlməyim üçün, bugünkü gün çox şükür Allah ki, ölkəmin tanınmış idmançılarından biriyəm və bu yerə gəlməyim üçün məsələn mən müəyyən bir çətinliklər keçmişəm və müəyyən çox yollar dəyişmişəm. Bütün yolları demək olar sınamışam və artıq doğru yolda olduğuma əminəm. Yəni siz də o yolların hamısını sınayın, əlbəttə ki, Allah ən doğru olanı sizə göstərəcək. Məncə də haqlısan, mən də belə düşünürəm. Yəni qarşımıza hər zaman maneələr çıxır, tək idmanda deyil, normal həyatda da olur. Sadəcə mübarizə aparmaq lazımdır və düzgün yol tapmaq lazımdır. Bəs məşqçinlə əlaqən qalırmı? Hal-hazırda yox, qalmayıb. Niyə? Əslində belə deyərdim, bu iki tərəfdən asılı olan bir şeydir. Mən sonradan dərk elədim ki, əslində fərqində idim, çünki mənim anam həmişə deyib ki, bir insanın əziyyətini itirmək olmaz da. Deyir, bir tikə çörək belə verib sənə, onu heç vaxt itirmək həmişə denər. Yaşım biraz böyüdükcə və o insandan uzaqlaşdıqca mən artıq özümü tapmağa başladım. Və dedim ki, mən o insana qarşı, mən nifrət saxlayan, kin saxlayan insan deyiləm. Həmişə də adam çəkmişəm, həmişə də demişəm ki, bu insanların üstündə əziyyəti var, şkola məşqçim olub. Cəhd eləmişəm biraz ünsiyyət yaratmağa. Hətta ailə üzvlərində, məsələn, bacımla həmin insanın ünsiyyəti olub, onun mənə ünsiyyəti olmuyor. Yəni, əlaqə saxlamıyor da. Hətta bəzən yarışlarda ona tərəf getmişəm ki, salam verim, salamlaşım. Amma görmüşəm ki, yox da mənə arxasına dönür, ondan sonra mənə cəhd eləmişəm. Yəni, mən addım atmışam, amma onun addım görmədiyimə görə artıq uzaqlaşmışam. Yəni, vaz keçmişəm, belə deyim, ünsiyyət saxlamışam. Bəs heç düşünmüsənmi ki, məşqçin də digər tərəfdən düşünüb ki, səninlə kontakta keçsin, amma sən yol verməmisən? Yox, onun məndən kontakta keçmək istədiyini düşünmürəm. Çünki
Mənlə kontakta keçmək elə bir çətin bir məsələ deyildi. Çünki mənim bütün platformalarda görür, tanıyır, evimin ünvanını bilir. Yəni mənim ailəmlə bir masa başında oturan bir insan olurdu. Hətta dediyim kimi bacımla ünsiyyəti var idi. Yəni əgər mənlə kontakta keçmək istəsəydi, bacıma deyərdi ki, məsələn, Türkiyədən mənlə əlaqə saxlasın. Mən qürur etmədən mən onunla əlaqə saxlayıram. O demək ki, bu insan mənlə əlaqə saxlamaq istəmədiyi üçün qəbul da cəhd eləmir. Aydındır. Tutur, sosial mediada tanınırsan. Və məncə kifayət qədər də izlənilirsən. Azərbaycanlı Respublikanı nəzərə alsaq və sosial mediada kifayət qədər peşəkar olmayıb da özünü peşəkar göstərən idmançılar var. Dırnaqarası idmançılar var, belə deyək. Bunlar haqqında düşüncən nədir? Bir söz var, deyir, elin gözü tərəzidir. Disiplinli idmançını, yəni bu işdən başa çıxan bir insan zaten kənardan baxanda disiplinli idmançını sırf idman üçün, nəticə üçün əziyyət çəkən idmançını seçmək zaten çox asan bir məsələdir. Sadəcə önəmli olan biz bu işi görürüksə, sadəcə məsələn mənə acıq gələn bir şey budur ki, biz işi çox şərəfli bir şəkildə aşılamağa çalışırıq, bu işin çətinliyini aşılamağa çalışırıq. Amma hansısa bir dünən ortaya çıxan Zala Spartini girən dırnaqarası bir idmançı, adamın heç bir rezultatı yoxdur, amma la başlayır, video çəkir. İndi TikTok elə bir platformadır ki, ən absurd Sosial mediada elə göstərir ki, yəni deyirsən ki, bu dünya çempionu, Avropa çempionu, suda dağıdır, bu adamdan yoxdur. Amma halbuki ortada heç bir şey yoxdur. Yəni demək istədiyim odur ki, idmanla məşğul olsun yaxşı bir şeydir. İnsanlar idmana aşılayırsınız, amma bunu ədəbli bir şəkildə, heç kimlə söz atmadan, heç kimlə çaxnaşma yaşamadan, trendə düşmək üçün illa kimsə söz atmadan, kiminsə işinə ləkə yaxmağa çalışmadan eləsinlər də. Yəni düzgün bir formada, qaydası ilə, ədəbi ilə hər şeyin yolu var. Və də dediyim kimi insanların da gözü tərəzidir. Zaten məsələn mən də bilən bilir ki, mən neçə ildir bu sahədəyəm, əziyyət çəkirəm. Hər kəs hər kəsin əziyyətini görür, hər kəsin hansı səviyyədə, hansı leveldə olduğunu zaten görür, bilir. Bəs buna cavab verə bilərsənmi? Sosial mediada nə üçün bax bu tip dırnaqarası idmançı kimi, məşqçi kimi özünü tanıdan insanların baxış kütləsi daha yüksəkdir? Deyərdim ki, bizim insanlar harda ki pis video, yanlış bir şey yanlış aşılayan, yəni qınanacaq şeylərə o qədər belə rəy yazılır. Deyirlər ki, bu pisdir, nə bilim nədir, amma baxırsan ki, məsələn, videonun 10.000 bəyənisi var. Yaxşı, bu pisdirsə, bu 10.000 bəyənini, bu 10.000 adam kimi daxı buna bəyəni atar? Yəni, niyə onu like edirsən? Yəni, düşünürəm ki, insanlar bir videonun bir şeyi o qədər qınayırlar və qınadıqca da bu başlayıb paylaşılma. Yaxşı şeyi paylaşın, yaxşı şey trend olsun da. Bir şeyi o qədər o dostuna göndər, bu dostuna göndər, artıq başlayıb bu video trend olmağa. Yəni, ona görə düşünürəm ki, düzgün yöntəm verməyə insanlar kütləsi daha böyük olur. İndiyə kimi sənə ən absurd sual nə verilibdir idmanla bağlı? Hansı milyarderin balası sən? Direkt üzmə və sosial şəbəkədə bunu mənə yazırlar ki, hansı milyarderin balası sən? Sən hansı milyarderin balası? Heç bir milyarderin balası deyiləm, vallahi heç bir vəzifəli şəxsin dövlət deyiləm. Sıradan sadə bir vətəndaşam. Hətta deyərdim ki, mən çox aşağı təbəqəli bir ailədən böyümüşəm, çıxmışam. Bəs nə üçün belə düşünürlər səncə? Çünki indiki zəmanədə mən insanları da qınamıram. Çox qabağa gedən insanların arxasında duran müəyyən dayıları, vəzifəli ataları, valideynləri, yaxud da ki, hansısa bir milyarderin balası olmuş olur da, onları qınamıram. Yəni onlara müəyyən bir yerdən dəstək olur, ona görə insanlar öz əziyyətinə qabağa gələn insanlara biraz inanmırlar, yaxud da ki, nəsə bir budaq axtarırlar ki, calaq olmuş olsun ki, illa bunun qabağa getmək üçün hansısa bir calaq var da ortada. Yəni sırf oradan qaynaqlanır ki, insanlar düşünür ki, qabağa gəlirsə demək ki, arxasında kimsə var ki, qabağa gəlir. İnsan öz potensialını göstərəcəyinə inana bilmirlər, belə deyim. Bu da çox mənfi bir təsir eləyir və adamın öz əziyyətinə, keçdiyi bütün o əziyyət yoluna balta vururlar. Bəli, elədir. Bunu düzəltmək üçün nə etmək lazımdır? Səncə insanların fikrini dəyişə bilərikmi? Əslində sosial şəbəkədə təzə tanındığım zamanda mən biraz çox düşündürürdü yazılan rəylər məni ki, insanlar mənim haqqında niyə belə düşünürlər, niyə mən belə. Sonra artıq müəyyən bir etap var ki, məsələn, kitablar oxuyurdum həmin vaxtlarda, çox insanlarla əlaqə, ünsiyyət yaradıb, kontakt qururdum. Zaman gördüm ki, biz insanların düşüncəsini dəyişə bilmərik. Sadəcə, necə deyim, nə də ki, mən oturub onlara özümü izah edə bilmərəm ki, yəni buna
bu mənim borcum deyil də, yəni istəyir inansın. İnsanın düşüncəsi nədirsə zaten onu düşünəcəkdir. Mən bunu desəm də ki, mənə hə deyəcək, amma yenə də öz beyninin içində mənlə bağlı qurduğu müəyyən bir hekayə, müəyyən bir görüntü var ki, orada yaşayır da. Mən düşünürəm ki, mən çox çalışmamışam insanların düşüncəsini dəyişməyə, amma həmişə istəmişəm ki, insanların yaddaşında yaxşı qalım, yaxşı izlər qoyum, mənə yaxşı tanısınlar, hər yerdə adımı yaxşı çəksinlər. İnşallah ki, bu formada da davam edər. Tutu, ringdə elə bir an olubmu ki, demirsən ki, mənim burada nə işim var, evdə yemək bişirərdim? Yox, olmayıb, amma elə bir an olub ki, demişəm ki, mən artıq son nəfəsimi verirəm. Necə bir hissdir? Çox belə deyim də, həmin an heç nə istəyirəmirsə, sadəcə düşündüm ki, bir anlıq gözlərim axdı, dedim ki, çox adam o videonu paylaşmışdım, elə bilir ki, şota düşmüşəm, nakavt olmuşam, yox, nakavt yoxdur, sadəcə olaraq mən döyüşdən qabaq, əslində mənə olmazmış, amma mən Red Wailer deyilən bir dənə vitamin var, mən ondan qəbul edəmişdim və o adrenalində ürək döyüntüsünü çox artırır. Mən döyüşdə o qədər çox hərəkət edirəm ki, yəni mənim özümə döyüşümü görənlər də bilir ki, mən döyüşdə çox hərəkət edirəm sağ olsun. Çünki mənim boyum balacadır və rəqiblər məndən hündürdür. Mən məlum məsələ bir yerdə dayanmalı deyiləm. Və o qədər hərəkət eləmişdim ki, artıq ürək çatdırmırdı. Ürək döyüntüsü o qədər artmışdı ki, dərmanlarla dolayı həm də hərəkət edirdim. Artıq gördüm ki, nəfəs ala bilmirəm, baş gicəlimə, qulağım batıb, mənim qışqırır, başıma buz kimi su tökülür və mən heç nə hiss eləmirəm. Artıq onda müəllim sinəmdən başlayır ki, mən nəfəs alım. Nəfəs alıram, amma gedirəm, yellənirəm. O yellənməmə görə hamı bilir ki, mən orada nakavta düşmüşəm. Nakavt deyil, izah eləmək istəyirəm ki, nakavta düşsəm ringin ortasında çökərəm mən. Niyə gəlib fasilə vaxtı öz küncümdə çökürəm? Şüurunu da itirmiş ola bilərsən. Yox, özümdə deyildim. Yəni onda mən dedim ki, artıq mən son nəfəsimi verirəm. Hətta anam canlı yanında baxırdım. Anamın orada vəziyyəti pisləşmişdi. Döyüşdən sonra xəbər elədim ki, bəs mən yaxşıyam, narahat olmayın. Dedilər ki, mamanın vəziyyəti. Sən yaxşısan, mamanın vəziyyəti yaxşıdır. Elə olur. Yəni o ring o anda mən heç unutmuram. Bir an o an dedim ki, mən artıq son nəfəsimi verirəm. Bəs həmin proseslər bitəndən sonra o idmançıya gələn ki, bir həzz hissi var ki, yaxşı ki, bunun da öhdəsindən gəldim. Sən onu necə ötürürsən? Necə qəbul edirsən? Əslində mən udduğum döyüşləri belə çox müzakirə edən bir insana, məşqçimlə otururuq, qalib gəlsəm belə həmin döyüşü çox biz otururuq, müşahidə edirik ki, məsələn, mən nəyi səhv edirəm, ayaq zərbəsi vuranda əlimi salıram, əl zərbəsi vuranda ayağımı düzgün işlətmirəm. Amma çox yaxşı bir şeydir. Deyirsən ki, mən bunu da bacardım. Elə bil ki, o yaşıl quş işarəsi qoyursan, olunacaqlar listəsinə. O yaşanıb bitəndən sonra elə bil ki, bir quş gəlir o olmalı bir listənin üstündə. Biri tamamlandı, o birindən don. Biri tamamlandı. Sən qızsan, bacarmazsan. Çox eşitdiyim bir sözdür. Sən qız uşaqsan, sənin idmanda nə işin var? Get yeməyi bişir, get qabları yuyur. Həmişə eşitdiyim sözlərdən biridir. Və mən dediyim kimi, dünya ilə vecin olmayan bir insanam. Nə deyirsiniz, nə yazırsınız sosial şəbəkədə, inanın ki, vecimə deyil. Yaxşı mənada yazılan şeylər mənə çox yaxşı motivasiya verir, amma pis yazan insanlara mən sözün əsasında önəm vermirəm. Təzə tanıma dediyim kimi önəmsəyirdim, amma müəyyən bir level var, o leveli atladıqdan sonra artıq vecimə deyil, nə yazırlar, nə deyirlər. Çünki qabağa gedən insanı onsuz da qınayacaqlar. Deyir, bar verən ağaca çox da şəkal var. Yəni bunu mən özüm yaşamışam şəxsən, oradan bilirəm. Ona görə yəni nə qədər istəyirsiniz deyin də, yəni qızla bacarmazsınız. Məncə kifayət qədər bacarmısan, çünki dünya çempionatında gümüş medalın var, bürünc medalın var, Avropa çempionatında bürünc medalın var. Yəni bu kifayət qədər bir nəticədir. Və sən 6 yaşından bəri idmanla məşğulsan, bu günə kimi orada müəyyən problemlərlə qarşılaşmısan, amma bunlara baxmayaraq öz yoluna davam eləmisən. Və bu da bugünkü gündə bütün idmançılarımıza örnəkdir və kənardan baxıb qınaq mərkəzinə çəkənlər də məncə mən düşünürəm ki, əgər bir insan qınaq mərkəzindədirsə, demək ki, hər hansı bir işi görür. Bu yaxşı bir xəbərdir. Əgər ki, sən pasiv olsaydın, heç bir iş görməsəydin, bugünkü gündə sənin haqqında danışmazdılar və səni izləməzdilər. Əslində mən də elə düşünürəm, həqiqətən də. Kim ki, ortada söhbət mövzusu, yəni danışılan mövzu kimdirsə, o insan demək ki, nələrsə eləyib ki, o insan haqqında danışılır, o insan müzakirə olunur. Demək ki, o insan nəsə bacarıqdır müəyyən bir yerdə. Mənim üçün çox qürurverici bir hissdir ki, belə deyim də, insanların bayaq dediyim kimi,
öz beynində sənin haqqında nə formalaşdırıblarsa, sənin etdiyini özləri bacarmadan artıq sənin haqqında o mənfi şeyləri danışmağa başlayırlar. Doğrudur. Yəni mənim üçün də fərqi yoxdur, önəmlidir. Kimsə mənim haqqında pis danışdı, yaxşı danışdı. O insanın mənim haqqında pis danışmasına mən pis olmuram. Zaten məni tanıyan, yaxından bilən bilir ki, yəni mən necə birisiyəm, necə xarakterdə birisiyəm. İdman karyeranda ailənin dəstəyi sənə necədir? Bu sual da çox qlobal suallardan biridir. Mən etiraf edeyim ki, ilk dəfə də etiraf edirəm bunu. Mənim atam heç vaxt mənim idmançı olmamı istəmir. Bugünkü gündə belə atam mənim idmançı olmamı narazıdır. Hətta bu dəqiqə zəng eləsəm desəm ki, məsələn mən idmanla bağlı bir podkastı çəkirəm. Mən deyəcək ki, gəsəm də biznes qururam, get orada işte idmanın başını burax mənim. Yəni mənim atam o dərəcədə mənim idmanla məşğul olmamı narazıdır, istəmir. Hətta bəzən vaxt olub ki, işimi övladlıqdan siləcəyik sonra. Bu bölümdən sonra. Vaxt olub ki, mən atamla bilirdi ki, danışmamışam. Çünki atam mənim idmanla məşğul olmamı istəmir və mənə qarşı çıxmağa çalışır. Amma ailədə atamdan başqa hamı dəstək olur. Bu mövzuda bir atam istəmir mənim idmanla məşğul olmam, amma anam hər şeyə rəğmən, hər kəsə rəğmən həmişə atamı razı salmağa çalışıb. Anam ki, yəni uşaq da istəyir, həvəsi var və mənim anam həmişə bugünkü gün mən anamın xəyallarını yaşayıram, ona yaşadıram, belə deyərəm. Mənim anam həmişə mənə fəxri kürsünün yuxarı zirvələrində görmək istəyir, yuxarı pillələrində görmək istəyir. Amma bugünkü gün bunu ona yaşatdığım üçün çox qürur verici bir hisdir. Ola bilər bəlkə də hardasa bir yerdə atamın qəlbini qırmışam. Onu çox düşündürürdü mənə ki, atamın sözünü oturtdurmaq, o deyirlər ata-ana xeyir duası falan filan. Əslində bu önəmli bir şeydir. Amma mən istəmişəm həmişə ki, atam mənə dəstək olsun. Çünki mənim elə bir yarışım olub ki, mən atamla əlaqəm olmuyordu. Mən döyüşdən qabaq ağlamışam. Mənim trenerim zəng eləyib atama ki, bu uşağa bir dənə xeyir dua ver. Yəni getsin rahat könül rahatlığı ilə döyüşsünlər. Çünki mənim üçün çox həll edici bir yarış olub o yarış. Mən o yarışdan dünya oyunlarından lisenziya qazanmışam. Yəni bu mənim üçün karyeram üçün çox önəmli. Vacib bir məqam. Bəli, çox vacib bir məqamlardan biri idi. Yəni mən atamdan o təqdirdə danışmışam. Həmin vaxtda kimi 2 idi, mən atamla ünsiyyətim yox idi. Bəs bugünkü gündə valideyni, övladını idmana qoymaq istəməyən valideynlər var bugünkü gün üçün. Onlara nə demək istəyirsən? Əgər övladın həvəsi varsa, istəyi varsa, niyə də olmasın? Əsas bu gün çox pis bir cəmiyyətdə yaşayırıq. Çünki övladlarımızı kiçik yaşdan üzr istəyirəm, maraqsız qoy ailəmə, nə bilim, kriminal nələrəsə, oğru aləmi, siqaret, energetik içkilər falan filan yönləndirənlər çox olur. Mühit insanı çox kördür da. Demək istəyirəm ki, ola bilər oğlunuz, qızınız peşəkar idmançı olmaya bilər. Amma əsas olan odur ki, onun mühiti yaxşı mühit olacaq. Ətrafında sağlam insanlar olacaq, sağlam düşüncəli insanlar olacaq, onu sağlam yola çəkəcəklər, pis yola çəkməyəcək. Və bir növ insanın da içi rahat olur, fərah olur ki, mənim övladım yaxşı yerdədir, yəni pis yola çəkə bilirlər. Ən azından özünü müdafiə edə bilir. Əlbəttə ki, yəni həm bugünkü gün o da lazımdır və ən önəmli şey mühitdir. Dediyim kimi, mühit insanı çox dəyişir. Və belə deyim də, əgər elə bir cəmiyyətdəyik ki, görürlər, balaca uşaqlar belə görürlər ki, öz yaşıdları hansısa bir yaxşı işlə məşğul olurlar. Onu belə o yoldan yayındırmağa çalışırlar. Yəni mən bu şeyi görmüşəm. Ona görə yəni çalışın övladlarınızın istəyinə hörmətlə yanaşın. Əgər idmanla məşğul olmaq istəyirlərsə, ona dəstək olun. Bəlkə gələcək olimpiya çempionu da elə bilmirlər. Bilmək olmaz. Həyat da dəyişə bilər. Hətta idman sferasında elə insanlar var ki, öz karyerasını 30 yaşın üzərindən sonra qurublar. Elədir. Bugünkü gün idmançıları çox qınayırlar. Təhsil baxımından, ortam baxımından bəzən. Amma mən bugünə kimi idmançı olub da çox belə pis olan insan görməmişəm. Dünya görüşləri olur, auditoriya görürlər, insanlar görürlər, insanları psixoloji baxımdan tanıyırlar. Məncə bu üstünlükdür. Valideynlər də məncə övladlarına dəstək olmalıdırlar, yanında olmalıdırlar ki, ailənin o dayağını arxalarında hiss eləsinlər. Mən düşünürəm ki, nə qədər çox düzgün yönləndirilmiş övlad yetişdirəcəksə valideynlər, gələcəyimiz üçün bu daha da çox belə yaxşı bir nüansdır ki, gələcəkdə də bizdən daha balaca bir təbəqələr yaxşı yetişəcəklər. Sənin hər hansısa bir sualın varmı?
izləyicilərə mi yoxsa Ümumi olaraq izləyicilər də ola bilər, mənə də ola bilər. Elə bir sual yoxdur əslində. Sadəcə demək istəyirəm ki, bir şəxsi həyatımı çox maraqlanırsınız. Bir də yaşımı çox maraqlanırsınız. 20 yaşım var. Şəxsi həyatımda çox qurcalayırsınız. Nə evli deyiləm, nə nişanlı deyiləm, nə sevgilim yoxdur. Artıq rahat dincəlin. Heç nə. Bu qədər. Gəldiyin üçün təşəkkür edirəm. Həqiqətən mənim üçün çox xoş söhbət oldu. Az yaşından bəri səni tanıyıram və sosial mediada da uğurlarını izləyirəm. Bundan sonra da davam edəcəm izləməyə. Və açıq-açıq da buradan qeyd elədin. Milyoner balası deyilsən. Sosial media üçün sadəcə kontent çıxardırsan və öz karyera yolunda davam edirsən. Sənə uğurlar arzulayıram. İnşallah uğurların davamını görək. İnşallah, çox sağ ol. Mənim üçün çox xoş oldu. Əgər cəmiyyətə, gənclərimizə yaxşı bir şey aşılaya bildimsə, mənim üçün yaxşı.